İşığı FM-in sadiq izləyiciləri. Sizləri ürəkdən salamlayıram. Bugün efirdə sizinlə birlikdə korrupsiyaya qarşı beynəlxalq mübarizə günü mövzusunda söhbət etməkdən böyük qürur və məsuliyyət hissi keçirirəm. Mən məktəbimizin 7B sinif şagirdi Əliyeva Nuray hər birinizi bu önəmli mövzuda məlumatlandırmaq, həm elmi, həm də ictimai aspektləri ilə tanış etmək və gənc nəsildə dürüstlük, vətənpərvərlik və etik davranış mədəniyyətini formalaşdırmaq məqsədi ilə efirdəyim. Bugün yalnız bir tarix deyil, bu bütün cəmiyyət üçün şəffaflıq və ədalət naminə atılan addımların simvoludur. Korrupsiyaya qarşı mübarizə yalnız hüquqi çərçivələrdə aparılan bir proses deyil. Bu həm də sosial və iqtisadi və mədəni sahələrdə dərin təsirə malik olan bir fenomendir. BMT-nin və digər beynəlxalq təşkilatların apardığı tədqiqatlar göstərir ki, korrupsiya ölkələrin iqtisadi inkişafına ciddi mənfi təsir göstərir. ÜDM-nin artım tempini aşağı salır, investisiya mühitini zəiflədir və vətəndaşların dövlət institutlarına etimadını sarsıdır. Statistik məlumatlara görə dünya üzrə hər il korrupsiya nəticəsində təxminən 2,6 trilyon ABŞ dolları itirilir ki, bu da qlobal iqtisadiyyat üçün əhəmiyyətli itki deməkdir. Bu isə göstərir ki, korrupsiya ilə mübarizə yalnız milli, həm də beynəlxalq səviyyədə vacibdir. Azərbaycan dövləti korrupsiyaya qarşı mübarizəni prioritet istiqamət kimi müəyyən edib və bu sahədə ardıcıl, hüquqi və institusional tədbirlər həyata keçirir. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə haqqında qanun, eyni zamanda dövlət antikorrupsiya strategiyası bu məqsədlə xidmət edir. Məktəb yaşlarından başlayan vətənpərvərlik və etik davranışın təbliği isə gənc nəslin dürüstlük prinsiplərinə sadiq olmasını təmin edən əsas vasitələrdən biridir. Məktəbimizdə də bu istiqamətdə geniş işlər görülür. Şagirdlərdə şəffaflıq, ədalət və sosial məsuliyyət hissi gücləndirilir, etik davranış nümunələri analiz edilir və ictimai mövqelər formalaşdırılır. Korrupsiyaya qarşı mübarizə həm də psixoloji və mənəvi aspektdən mühümdür. Araşdırmalar göstərir ki, şəffaflıq və dürüstlük mədəniyyətinin mövcud olduğu mühitdə insanlar daha etibarlı, daha inamlı və yaradıcı olur. Bu isə təhsil prosesinə birbaşa təsir göstərir. Şagirdlər öz bacarıqlarını daha sərbəst ifadə edir, komanda ruhu ilə fəaliyyət göstərir və ictimai məsuliyyət hissini inkişaf etdirir. Məktəbimizin hər bir müəllimi və şagirdi üçün dürüstlük və etika əsas prinsiplərdən biri hesab edilir. Dəyərləndirilmiş praktik nümunələr də mövcuddur. Məsələn, bir çox ölkələrdə dövlət xidmətlərinin rəqəmlaşdırılması, elektoral hökumət platformalarının tətbiqi korrupsiya riskini əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda da elektoral xidmətlərin genişləndirilməsi və şəffaflıq mexanizmlərinin gücləndirilməsi dövlətin korrupsiyaya qarşı mübarizə strategiyasının əsas sütunlarından biridir. Bu, həm vətəndaşların hüquqlarının qorunmasına, həm də dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına xidmət edir. Gənc nəsil üçün isə korrupsiyaya qarşı mübarizə sadəcə qanun və qaydaların tətbiqi deyil, həm də şəxsi vicdan, məsuliyyət və etik davranış məsələsidir. Məktəbimizdə həyata keçirilən maarifləndirici proqramlar və mühasirələr şagirdlərdə düzgün davranış nümunələrini formalaşdırır. Burada şagirdlər öyrənirlər ki, dürüstlük yalnız fərdi keyfiyyət deyil, həm də ictimai məsuliyyətin təməlidir. Onlar başa düşürlər ki, hər bir etik davranış, hər bir dürüst addım böyük cəmiyyət üçün etibarlı bölünmə yaradır. Əziz dinləyicilər, korrupsiyaya qarşı mübarizə yalnız bir günün və ya bir proqramın mövzusu deyil. Bu, hər birimizin gündəlik həyatında tətbiq etməli olduğu prinsiplər toplusudur. Biz məktəbimizdə bu prinsipləri davamlı tətbiq etməli, şagirdlərdə etik davranış, vətənpərvərlik və sosial məsuliyyət hissini gücləndirməliyik. Çünki cəmiyyətin sağlam inkişafı və dövlətin davamlılığı bu prinsiplərin təməlində dayanır. Bugün efirdə sizinlə paylaşdığımız hər bir fikir, statistik məlumat və nümunə göstərir ki, korrupsiya ilə mübarizə yalnız hüquqi addımlar deyil, həm də maarifləndirmə, təhsil və ictimai şüurun yüksəldilməsi üçün mümkündür. Məktəbimizdə həyata keçirilən layihələr, təlimlər və debatlar bu məqsədə xidmət edir və şagirdlərin gələcəkdə məsuliyyətli vətəndaş kimi yetişdirir. Sonda hörmətli dinləyicilər, korrupsiyaya qarşı beynəlxalq mübarizə günü münasibəti ilə bütün şagirdləri, müəllimləri və məktəb ictimaiyyətini dürüstlük və etik davranış prinsiplərinə sədaqətlə əməl etməyə dəvət edirəm. Hər
başçısı ola bilərik. Gəlin bugün yalnız danışmaqla kifayətlənməyək. Hər birimiz gündəlik həyatımızda dürüstlük və şəffaflıq nümunələri göstərək, gələcək nəsillərə sağlam və ədalətli cəmiyyət miras qoyaq. Mən Əliyeva Nuray, sizə bu verilişi çatdırmaqdan böyük qürur duyuram. Dinlədiyiniz üçün təşəkkür edirəm. Şəffaflıqla qalın, dürüstlüyü yaşadın və gələcək nəsillərə örnək olun. Növbəti buraxılışlarda yenidən görüşənədək.